hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün sizə Masazır qəsəbəsindən belə 2 mərtəbəli belə bir ev çəkəcəm. 3 sot yarımın içində, torpağın da, evində kupçası var. Tam mülkiyyət, ipoteka ilə, kim bankla danışıb ipoteka pul ayırıbsa, gəlib ipotekaya da qoya bilər bu evi. Evimizin 2-ci mərtəbə pəncərələri, baxın, öz həyətinə baxır. Evimizin hər tərəfinə fırlanmaq olur. Belə xudmani şəxsi tikili evdir, hörmətli izləyicilər. Şəxsi tikili, bünövrə beton. Belə bir şəxsi tikili evdir. Arxa tərəfdən də qapısı var bu kombi otağına. Keçmək üçün kombi otağı da arxada. Belə gördüyünüz kimi evimizin bu tərəf bölümünü keçək, baxın. Masazırda düz stadion var. Düz stadionun yanında yerləşir. Belə bir həyəti var. Arxasında bölümündə gördüyünüz kimi ağacları var, meyvə ağacları, cürbəcür meyvə ağacları var. Həyətində nə meyvə ağaclısınız var. Belə evimiz çox gözəl, zövqlə təmir olunmuş və tikilmiş, bünövrəli. Belə bir ev. Həyətli, bacalı, həyətində ağacları. Belə bir ev istəsəz, buyurun əlaqə saxlayın nömrəmdən, hörmətli izləyicilər. Evimiz satışa çıxıb. Tam mülkiyyət kupçalı. 3 sot yarımın içində. Harısı 150 kvadrata yaxın belə bir evdir. 150-160 kvadrata yaxın belə bir evdir. Evimizin 1-ci mərtəbəsinə giriş buradandır. Çəkim göstərim sizə. Buradan evimizə daxil olarkən bura bir balaca bir dəhlizli gördüyünüz kimi qaydırıb şkafı da yığılıb hazır. Evin içində nə görsəz qalır. Belə bir böyük yekə mətbəx studiyadır. 1-ci mərtəbənin gördüyünüz kimi döşəməsi istipoldur. Belə mətbəx mebeli, yeni mətbəx mebeli heç istifadə olunmayıb. Çox gözəl də evdir. Kimə qismət olsa ular bu evi. Keçək bu otaqlara. Burada bir otağı var. Gördüyünüz kimi, hörmətli izləyicilər. Burada 2-ci otağı var. Yataq otağı. Burası sanuzerdir. Bütün aksesuarlar hamısı yerində var. Üzülü sayın işıq yanmadığına görə, işıqlar keçdiyinə görə, yəni ev qaranlıq düşəcək, üzülü sayın hörmətli izləyicilər. Gəlib lap göz aydınıyla baxa bilərsiniz. Çox gözəl evdir. Qalxaq indi evimizin 2-ci mərtəbəsində sizə çəkim göstərim, hörmətli izləyicilər. Baxın, görün necə evdir. Yəni, dosta qardaşa qismət olası evdir. Şəxsi tikili evdir. Yəni, satdıq məqsəd üçün tikilən ev deyil. Qeyd edim, deyim biləsiniz. Həyətində hər cür dediyim kimi meyvə ağacları var. Həyətində rahatçılığının 3 dənə rahat maşın daxil ola bilər. Dəmir darvazasına daxil ola bilər. Fasad görünüşü çox gözəl. Fasad görünüşü var. Ağacları görürsünüz də hər cür meyvə ağacı var. Evimizin bu alt tərəfə də burada qaydırov kimi əlavə əşyalar yığmaq üçün yer düzəlib. Buradan da pilləkənlərdən qalxaq evə.